Aprelin 5-i 6-sında turizm şirkətlərinin və media nümayəndələrinin iştirakı ilə Azərbaycanın Zəngilan rayonuna və burada fəaliyyətə başlayan Ağalı otelə tanışlıq turu keçirilib. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və Skal International Turizm Peşəkarları Təşkilatının Bakı klubunun rəsmi dəstəyi Premier Group MMC-nin təşəbbüsü ilə reallaşan infotur maraqlı təqdimatlarla yadda qalıb. İşğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçərkən tur iştirakçıları yol boyu aparılan tikinti quruculuq işlərini, eyni zamanda ermənilər tərəfindən dağıdılıb viran edilmiş kəndlərin qalıqlarını müşahidə ediblər. Ağalı otel Azərbaycanın ilk ağıllı kəndi olan Ağalının yaxınlığında Zəngilan rayonunun mərkəzinə 20 kilometrlik bir məsafədə yerləşir. Premier qrupa daxil olan otelin bir gündə 78 nəfəri yerləşdirmək imkanı var. Burada 55-60 nəfərlik aks zalı, 28-30 nəfərlik konfrans zalı mövcuddur ki, bu da oteldə müxtəlif tədbirlərin təşkilini mümkün edir. Ağalı otelin həyətində böyük həcmli süni gölün olması gələn qonaqların gözünü oxşamaqla yanaşı, burada sərin bir atmosfer yaradır. Otel rəhbərliyinin bildirdiyinə görə yaxın vaxtlarda otelin həyətində uşaqlar və böyüklər üçün hovuz tikilib istifadəyə veriləcək. Ağalı otelin akt zalında tanıtım tədbiri zamanı ilk növbədə vətən uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Azərbaycanın azadlığı uğrunda həyatını itirmiş bizim soydaşlarımızı bir dəqiqəlik sükutla yad edir. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan Respublikasının dövlət himni səslənir. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev infotur iştirakçılarına ilk dəfədir Zəngilanda tanıtım turu təşkil olunduğunu bildirib. Bu tədbir dövlət özəl sektor əməkdaşlığının nəticəsidir, deyə assosiasiya sədri bildirib ki, əsas məqsəd Şərqi Zəngəzur və o cümlədən bölgənin turizm baxımından ən potensiallı rayonu olan Zəngilanın turizm imkanlarının təbliği, buraya turistlərin cəlb edir. Elə bu layihəyə start verilən gündən 7-24 ən elə xırda, qayğılı, qayğısız bir məsələlərin yanında olduğu və şükürlər olsun ki, bu layihə çox uğurla həyata keçir. İnanıram ki, çox böyük təəssüratla qayıdacaq. Və bu gün əsas məqsədlərimizdən biri bundan ibarətdir ki, biz bundan öncə də həm Şuşa istiqamətində, Laçın və Xankəndi istiqamətində müxtəlif tədbirlərdə iştirak etdik, turizm yönündə təyinatlı assosiasiyaların fəal iştirakının şahidi olduq və məqsəd bölgəyə xas turizm məhsullarının yaradılması, çeşidlənməsi və təbii ki, bura ziyarət edəcək, gələcək yerli və xarici turistlərin asudə vaxtının təşkili ilə bağlıdır. Alternativ turizm növlərinin inkişaf elətdirilməsi ilə bağlıdır. Konkret olaraq Zəngilan bölgəsi ilə bağlı onu deyə bilərik ki, burada demək, ekoturizmin dünya üzrə çox gözəl bir model, bir bölgəsi ola bilər turizmlə bağlı və ekoturizmdə də çox çeşidli bir məhsullarımız var. Şəfalı su qaynaqları mövcuddur, tarixə dayanan arxitektur abidələr və təbii ki, burada məhz agroturizm elementləri ilə də bunu daha da çeşidləndirə bilərik. Təbii ki, bərpa və quruculuq işləri həyata keçirilir. Cənab Prezident əgər qeyd edirsə ki, yəni bugün Qarabağ Azərbaycanda, biz də turizm blokunda, iqtisadi blokda həm bunun tanıtım istiqamətlərində və eyni zamanda dünya turistlərinə bu destinasiyanı açmaq üçün çox böyük bir səy göstərməliyik. Bu uğurun açarı
Mən düşünürəm ki, dövlət və özəl sektor əməkdaşlığı, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları və təhsil müəssisələrinin birgə fəaliyyətindən keçir. Bunu şərtləndirən amillər çoxdur. Buna istər kadr məsələləri ilə bağlı, investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı. Yəni, belə qeyd edək də, bu günləri Azərbaycan Dünya Bankının indikatorları üzrə və Doing Business indikatorları üzrə ildən ilə önəmli mövqelər tutur və təbii ki, xarici sərmayəsi də bugün həmin o hesabatlara baxır və Azərbaycana səyahət edir və hər bir turist də özü ilə öz investorunu gətirir təbii ki. Bugün bütün imkanlar yaradılıbdır. Əlbəttə, indiyə qədər görülən işlərin əksəriyyəti, yəni daxil investisiyalar və dövlət investisiyaları hesabına və dövlətin infrastruktur layihələrində qurulduğu iştirakı da bunu şərtləndirən amillərdəndir. Çətinliklər çoxdur, köç prosesi, yenidən qurma və təbii ki, minalardan təmizləmə prosesləri bu ardıcıl həyata keçirilir. Mən düşünürəm ki, bugün Zəngəzurla bağlı da fikirlər səsləndi. Bu yolun açılması müxtəlif radial və xətti marşrutların, dairə marşrutlarının tətbiq olunmasına və bir zəmin yaradacaq. Qırmızı Körpü, Laqadexi üzərindən Avropadan gələn Gürcüstan turistləri Gəncə, Naftalan, Suqovuşan üzərindən Xankəndi, Füzuli və Zəngilan istiqamətində Naxçıvan marşrutu və geriyə bir proses baş verə bilər. Və əsas faktlardan biri də bundan ibarətdir ki, bugün çox sevindirici haldır ki, Azərbaycan beynəlxalq platformalarda turizmlə bağlı çox uğurlu bir iştirakı var. Skal International rəhbəri Ceyhun müəllim buradadır. Tərkibində 20.000 üzvü birləşdirən və bütün dünya ölkələrində təmsil olunur. Yəni, yenə də məqsəd kadrlarla bağlı və investisiyalarla bağlı müxtəlif ölkə tanıtımını həyata keçirmək. Sağlamı Turizm Assosiasiyası olaraq Azərbaycan 2018-ci ildə təşkilatı rəhbərliyi edir. Dünya Ekoturizm Təşkilatı olaraq və biz bu prosesləri sistemli şəkildə həyata keçiririk. Məqsəd bugün eyni zamanda bir dəyərləndirmə həyata keçirmək. Sizin fikirləriniz çox önəmlidir. Zamanlama ilə bağlı az öncə suallar verildi ki, yəni Zəngilana gələn turist Laçına da gedə bilər. Mən düşünürəm ki, ilkin etapda ekonomik paketlərin yaradılması üçün bir gecə 2 günlük pul marşrutlarla, yəni təbii ki, burada gecələmə faktorunda eyni zamanda yerləşdirmə obyektlərinin az olması da biraz rəqabət qabiliyyətini çətinləşdirir. Ancaq hər bir halda biz bu marşrutlar üzərində işləməliyik, çalışmalıyıq, pasportlaşdırmanı həyata keçirməliyik. Burada elə bir şeylər var ki, onun həqiqətən çox böyük araşdırılmasına ehtiyac var. Məsələn, mədəni abidələrdir. Siz gəlirsiniz, abidə dağıdılmış vəziyyətdədir və onunla bağlı dəqiq və əsaslandırılmış məlumatlar yoxdur. Yəni, araşdırılmasına ehtiyac var. Siz əgər turisti gətirirsinizsə, mütləq bələdçi nitqi olmalıdır, etibarlı mənbə olmalıdır və s. Elə yerlər var ki, çox möhtəşəm bir, belə deyək də, təbiət abidəsidir, yəni mədəni resursdur, amma siz onun haqqında hələ ki araşdırmaya ehtiyac var. Arxeoloji qazıntı lazımdır orada və s. və s. Belə və yaxud təhlükəsizlik baxımından tövsiyə olunur girmək və s. Ona görə bu kimi yerlər var, amma bizim müəyyən bir çərçivə, yəni nümayiş obyektləri var, hansı ki tur şirkətlər həmin çərçivə, yəni ki, obyektlərin hansı ki hazırdır, məlumat var, kontent, məzmun var və s. Bir iş adamı olaraq, iqtisadçılı biznesmenlərdə iqtisadiyyatda belə bir ağıllı bəbir anlayışı var. Ağıllı bəbir nədir? Baxmışsınız herhalde Discovery kanalında, bəzən bəbir ova hücum eləyir, tutur, yeyir, bəzən isə biraz hücum eləyir, tuta bilməyəndə dayanır, qaçmır dalğısı. Niyə? Çünki Allah onu elə yaradıbdır ki, o avtomatik hesablaya bilir. Onu tutmaq üçün sərf edəcəyi kalori, onu yiyəcəyindən çoxdursa qaçmır dalğısı. Yəni, iş adamları da əslində buna fikir verir. Yəni, bu projeye ayıracağı vaxt dəyərli ki, onun vaxtı. Ola bilər ki, nəsə pul qazanırsa, amma başqa yerdə daha yaxşı bir iş görərsə, daha çox gəlir edə bilər.
Zəngilan turizm sahəsinin əksər istiqamətlərinin inkişafı baxımından unikal imkanlara malikdir. Eyni zamanda Zəngəzur dəhlizinin üzərində yerləşməklə onun mühüm qolunu təşkil edir. Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması burada alternativ turizm növlərinin inkişafına da mühim zəmin yaradacaq. Bir gecə 2 günlük turlar şirkətlərə təqdim edilib. Azərbaycan Turizm Bürosunun Destinasiyaların İnkişafı və Turizm Məhsulu Departamentinin sektor müdiri Fəqan Hüseynovun sözlərinə görə Qarabağ və Şərqi Zəngəzurun bütün torpaqları hər bir Azərbaycan vətəndaşı üçün müqəddəsdir. Bu regionun turizm imkanları çox böyükdür. Eyni zamanda buraya həm yerli vətəndaşlarımızın, həm də xarici turistlərin marağı da çoxdur. Fərəhli haldır ki, bu günləri ilk dəfə olaraq Zəngilan rayonuna bu formatda turizm şirkətlərindən ibarət və turizm təyinatlı assosiasiyaların üzvlərinin infa turu, tanıtım turu həyata keçirildi. Bu tədbir Azərbaycan Sağlam Turizm Assosiasiyası, SKAL Bakı Təşkilatının rəsmi dəstəyi və Premier Qrupun təşəbbüsü və sponsorluğu ilə həyata keçirilirdi. 40-a yaxın turizm təşkilatlarının, media nümayəndələrinin iştirakı ilə həyata keçirilən bu turda Ağalı oteldə tanışlıq, Ağalı kəndində tanışlıq, deməli Dost Aqroparkla tanışlıq və digər konqres büro, Zəngilan məscidi, mağara və Məmmədbəyli türbəsi ilə tanışlıq həyata keçiriləcək. Məqsəd çeşidli məhsulların yaradılması və eyni zamanda əlavə xidmət sahələri olaraq digər deməli gələcəkdə həm kommunal olmuş turlarla bağlı, radial turlarla bağlı təşkilat paketinin hazırlanmasıdır. Biz inanırıq ki, bu səvkidə tədbirlər təbii ki, həm turizm industriyasında fəaliyyət göstərən şirkətlərin satış realizasiya diapazonunu artıracaq və bizim üçün çox fərəhlidir ki, həqiqətən də artıq bu marşrutlar üzərindən həm Şuşa, Laçın, Xankəndiyə və geriyə marşrutlarla kütləvi turizmlə də gələcəkdə məşğul olmaq mümkün olacaq və biz bu günləri dövlət özəl sektor əməkdaşlığında da bunun bariz şahidi olduq ki, həqiqətən də əsas hədəfimiz bundan ibarətdir ki, bu bölgəni yeni bir turizm destinasiyası kimi turizm insanlarına açmaq və gələcəkdə beynəlxalq marşrutlara daxil etmək. Təşəkkür edirik. Bir dənə Hüseynov Fərid Rasimoğlu, Flame Tour and DMC şirkətinin icraçı direktoruyam. Bugün bizim Zəngilana səfərimiz mənim üçün və bütün iştirakçılar üçün tarixi bir andır. Biz Azərbaycanın ən qədim rayonlarından olan Zəngilan rayonunda bugün gözəl bir gün keçirdik. Tam şəkildə şəhərin strukturuyla, həm tarixi, həm agro strukturu ilə tanış olduq. Zəngilan bildiyimiz kimi tarixi bizim eranın 7-ci əsrinə dayanan bir yerdir. Və tarix boyu İpək yolunun cənub qolu üzərində yerləşdiyi üçün böyük tarixi əhəmiyyət daşımışdır. Burada əvvəlki dövrlərdə bizim daha yaxından tanış olduğumuz, illərdir dünya birliyinə bildirdiyimiz bir çox mədəniyyət inciləri, tarixi abidələr yatır. Hansı ki biz turistik olaraq bura edilən ziyarətlərdə böyük qürur hissi ilə təqdim edəcəyimiz Şəhri Şərifan sərdabələri, tarixi şəhəri yerləşməkdədir. Onun altında nekropollar, qapalı küp qəbirlər. Bunlar bizim tarixi incilərimizdir. İllər boyu erməni vandalizmi tərəfindən məhv edilmiş, bunun yanı sıra bir çox məscidlər, məqbərələr də burada müsbət rol oynayır. Özəlliklə birinci turistik marşrut olaraq Qarabağda buradan keçməyimizin böyük tarixi əhəmiyyəti var. Bunun yanı sıra həm də agroturlarda da biz Zəngilanımızı böyük bir aqrar nöqtə olaraq təqdim eləyə biləcəyik. Burada nadir məhsullar, hansı ki həm təsərrüfat, həm
əkinçilik və digər aqro nöqtələr var, hansı ki biz burada böyük tur proqramları, bilimsel tur proqramları da təşkil eləyə biləcəyik. Zəngilan böyük bir gücə malikdir. Adı zəngin alan sözündən də gəlməkdədir. Bu tarixi bir mənbələrin birində səsləndirilmişdir. Bu torpaqların İpək yolu üzərində olması zəngin alan adının Zəngilana daha çox yaraşdığının bir göstərgəsidir, bir nümunəsidir. Bunun yanı sıra Cənubi Azərbaycandan köç etmiş zəngi tayfalarından da qaynaqlandığı və Lan sözündə böyük ehtimal ki, ərazi, yəni zəngilərin yaşadığı ərazi olaraq nitələndirilmişdir zamanında. Biz Oğuzlardan gələn bir qonaqpərvərlik ədəbinə sahibik və ümid edirik qısa zamanda buradakı yenidən qurma işləri bitdikdən sonra həm xaricdən gələn turistlərimizə, həm yerli turistlərimizə, yerli vətəndaşlarımıza Zəngilanı və ətraf rayonları, o cümlədən Qarabağın tamamını rahat bir şəkildə göstərmək şansını əldə edəcəyik. Mən təşkilatçılara çox böyük təşəkkürümü bildirmək istəyirəm ki, bu şərəfi, bu qüruru bizə yaşatdılar. Bunun bu şəkildə olmağı, bu dəvətlərin müntəzəm şəkildə təşkil olunmağını diləyirik və hər zaman da böyük məmnuniyyətlə bu dəvətlərə qatılacağıq.